Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavodda, bax qarşıda gördüyünüz 4 sot torpaq sahəsi satılır. Sənədi sərəncamdır, arxiv arayışı var. Onu da deyim ki, yəni layihəsi də var, konkretli. Bax bura gördüyünüz kimi böyük bir enli küçəsi var. İşıq və qaz xətlərini görmək mümkündür. Bax sağ tərəfdə konkretli mən dəqiq bilirəm. Eyni zamanda qarşıda gördüyünüz kimi yaşayış var. Mən elə gəlir ki, yox, konkretli bax bu evdə də yaşayış var, bunun arxasında yaşayış var. Bax bura deməli enli küçədir. Bax belə bir torpaq sahəsinin qiyməti 4 sotdur, 6300 manatdır. Onu da deyim ki, qiymətində bir balaca razılaşma olmalıdır. Torpaq tökmə deyil, 20-nin 20-yədir. Qarşıda gördüyünüz deməli bu bir maşın çaydaşı bu torpağa aiddir. Yenidən mən sizə deməli bu torpaq sahəsinin ətrafını göstərim. Onu da deyim ki, bax təxminən bu istiqamətdə hardasa 100-120 metrlikdən sonra 38 nömrəli marşrut işləyir. Bura isə bax ikinci deməli qarşıda deməli ikinci torpaq var. O da satılır. O haqda yenidən sizə məlumat verəcəm. Nəsə belə alındı. Yenidən mən sizə torpaq sahəsinin ərazisini göstərəm. Dediyim kimi qiyməti 6300 manatdır. Bu 4 sotun ancaq qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.